Trapesiyanın perimetrini tapmaq bizdən tələb olunur. Bu bucağımız düz bucaq olduğundan BM parçamız kök altında AB kvadrat minus AM kvadratına bərabərdir. Yəni kök altında 13'ün kvadratı minus 5'in kvadratı. Buradan kökdə 144, yəni 12 tapmış oluruq. Hündürlüyümüz 12'ye bərabərdir. Buradan belə bir hündürlük endirsək, onda bu hündürlük də 12'ye bərabərdir. Bu zaman CH hündürlüyü 15'in kvadratı minus 12'nin kvadratı. Eyni ilə bu qaydada buradan kök altında HD bərabər olar 15'in kvadratı minus 12'nin kvadratı. Yəni 225 minus 144 o da bərabər olar 9'a. Bu hissəmiz isə bu hissəyə bərabər olduğundan 10'a bərabərdir. Perimetri isə P bərabərdir 13, 15, 13 plus 15 plus 10 plus oturacağımız 19 plus 5 24'ə. Bu cəm isə bizə 38 plus 24 yəni 62 verir.